Salamlar, sayğılar, əziz, hörmətli izləyənlər. Yol TV-dən və Haray TV-dən sizin xidmətinizdəyik. Haray TV bizim proqramlarımızı 24 saatı canlı yayımında yayacaq və dostlar, zimnin ki özümüz Yol TV-dən də buraxılacaq, Haray TV-dən də izləyə bilərsiniz. Hər halda bu günləri ən mühüm və əhəmiyyətli özü İranda və bölgədə baş verən mövzu haqqında sizə danışıb və bəzi məlumatlar verəcəyik. İranda nə baş verir? İranla Amerika mövzusu və həmçinin Housilərlə barışmağı, onunla İsrailin Housiləri vurmağı və İranda çox geniş yanğınlar baş verir. Onlardan elə qonağımızla bağlı bir müzakirə aparacağıq və bu haqda danışacağıq. Dostlar, bunların bizim mövzularımızdır. Amma bir dənə də şad xəbər ki, hamımız eşitdik. Bütün Azərbaycanı bürüdü və biz proqramımızdan dolayı eləyə bilmədik bunu. Tez təbrik edək. Traktor timinin uğur qazanmağı və İranda çempion olmağı bizi ürəkdən sevindirdi. Və bizim o şadlıqlar ki elədilər, o bütün Azərbaycanın şəhərində, bölgələrində, amma bundan da önəmli bir mövzu baş verdi. Elə aya düşdürdən də o haftada elə ilk müzakirəmizdə danışacağıq. Pan-İranistlərin dəhşətə düşməyi və qorxuya düşməkləri və onlar dünənləri Clubhouse-da 7-8 dənə Rum fəqət Azərbaycana qarşı pan-türkizm İranı alıbdı. Ondan pan-türkizm hökumət eləyir İranda. İranın hökuməti pan-türkizmin aləti dəstidir. Ondan sonra və yamanlar, yozlar Azərbaycana çox belə ağla gəlməyən tohunları bizə həvalə elədilər. Ay düşdür Yəhya ilə bahəm bu günləri hər çarşənbə bizim verilişimiz olur. Bu çarşənbədə elə xidmətindəyik. Ay düşdür, xoş gəlibsən. Sizdən təşəkkür edirəm. Hər halda proqramlarımızda iştirak edirsiniz və bəzi məlumatlar millətimizə, xalqımıza verirsiniz. Xoş gəlibsiniz, buyurun. Teşekkür ederim Ay Süleyman'ım. Ben de hem sizi tebrikleyirəm, hem bütün Azerbaycan'ın gerçekten güzel bir haberdi. Bizim traktör timimiz, traktör komandamız eləyə ki, Azerbaycan'ın başını ucaltsın. Ve bunun başının ucaltılması da ki, zaten siz de işaret ettiğiniz gibi Pan-İranistləri beter əsəbləşdirib. Pan-İranistlərin əsəbləşməsi tabii ki, biraz da Aye Pezeshkian'ın reis cumhur seçilmesi, kabinede biraz Türklerin de səhminin çoxalması, hani 15. maddenin kanun esasının 15. maddesi içinde Soxanquy devletin dediğine göre önümüzdeki eğitim ili yani bir neçə aydan sonra başlayacak mevzuda bu 15. maddenin de artık hazırlanıp icraya konulması. Bunlar hamısı bəllidir ki, bəzi o sümükləşmiş pan-İranistləri, onlar ki, özlərindən başqa hər hangi bir şey, hər hangi bir kültürü, hər hangi bir dili, hər hangi bir hərəkəti İranda qəbul eləmirlər. Onlar bəlli də əsəbləşərlər və əsəbli olduqlarını da bunda göstərdilər ki, Ay Süleymani, təəccübdür. İran deyilən o məmləkətdə Tehran gazetləri traktörün qalibiyyətini xəbər eləmədilər. Xəbər eləsələr çox belə balaca bir xəbər, əhəmiyyətsiz bir xəbər. Nə bilim, əgər Persepolis birinci olsaydı dünyanın birbirine vurardılar. Ama traktörün birinci olması sanki onlar için əhəmiyyəti yoxdur, ama qəsdli olarak bu işi görürlər.
Traktör bizim için niye sembol olur? Ona göre ki Süleymani, müteessifane Cumhur İslam'ın sayesinde Azerbaycanımızda milyonlar yaşayan Azerbaycanımızda siyasi bir partiye, siyasi bir organizasyon eləyə bu milletin dilini, dilmac olsun, bu milletin dilini eləyə münəkiz eləsin camiədə olmadığı için təbiidir ki, insanlar pənah gətirərlər o yerlərə ki, o yerlərdə təcəmmü edirlər, birləşirlər. Ve futbol meydanları da bunun için en uygun yerdir. Futbol meydanlarını təbii ki, kontrol etmək çətindir. Bundan bir neçə müddət qabaq bilirsiniz, İstiqlal'la yine traktörün bir müsabaqəsində bu sefer hanımlar birbirinin canına saldılar ki, mən fikirləm orada bir fitne vardı. Çünkü bizim Azerbaycanlı hanımlarımız belə tərbiyəsiz söhbətlər, belə şeylərə əhəmiyyət verməzlər ve öz yollarını giderler. Yollar da bellidir. Yani biz bunu demek isterim ki bizim artık traktör timi, traktör komandası artık biz timden geçip Azerbaycan'ın dili olup, Azerbaycan'ın sembolü olup. Ona göre bunu gerçekten de biz Azerbaycanlılar kadrdan olmalıyız. Min tane şeyler değiller. Tabii bunu kabul ediyoruz ki futbol İran'da da belki rejimin bir yerde oyuncağı olabilir. Veli tek Azerbaycan timine değil ha Süleyman. Zenuzi'ye beter saldırırlar. Ağay Zenuzi ki mesela. O bir insanda pullu var, imkanatı var. Təqviyyət edir, ona bu sefer saldırırlar. Yani bu saldırıların hamısında da yine siz işarelədiniz kimi ne bileyim panturkizmi mətrəh edirlər, ne bileyim Türkçülüğü mətrəh edirlər, ne bileyim Recep Tayyip Erdoğan'dan danışırlar, ne bileyim oradan buradan şeyden danışırlar. İlham Əliyev cənablarından danışırlar. Aliyev'den danışırlar ki bu ya onlar arkadaş bunlar değil. Bu Azerbaycan'ın traktör timi, traktör komandası ben demin dedim. Azerbaycan'ın bir semboludur. Azerbaycan'ın dilidir, Azerbaycan'ın yüreğidir ve bütün bir tane bir harici bir zat var da onu idare eden var. Məşqçi var. O məşqçi deyir ki, mən dünyanın hiçbir noktasında bu kadar candan dilden, candan ürəkdən bir kimi himayə edən adam görmədim. Bu kadar yani himayə edən bu timin belə tərəfdar mənim üçün ilk kez görürəm. Belə tərəfdar ayrı bir yerde yoxdur. Ve bunun yanında bilirsiniz futbolistlərimiz de elə, insanlarımız, cavanlarımız da elə. Bir ayrı bir meselede yine kısmen siz işarelediniz. Onu ben biraz açayım. Tek Təbrizin de timi değil traktör. Traktör ismen Təbrizin de, traktörsaziye Təbrizin de ama traktör mütəlliq de bütün Azerbaycan'da. Aferin. Kətlərdə. Türklərə, İran türklərinə, İranda yaşayan türklərə aiddir. Qəşqaidən gəlir, Əfşardan gəlir, Məşədin Əfşar türkləri gəlir, Türkəmənlər gəlir. Belə hər yanda türk var ki. Yani kalkıp Şiraz'dan geldi dediğin kimi Təbriz'de müsabakaya baksın. Şiraz'dan yedi Tehran'da müsabakaya baksın. Yani menzur bir burada bir hisler var. Bu yalnız futbol sevgisi değil. Bu futbol Bu sevgisinden hüviyyəti bir mübahisəyə çevrilibdir. Tebdil olup bir tane bu hüviyet mübarizesine, bu mübarizesinde biz saygıyla, ehtiramla onun karşısında eğilmeliyiz ve bütün Azerbaycan'ı da tebrik etmeliyiz ki timi muvaffak oldu. İlk kez İran'da traktör timi, traktör komandası diyebildi ki İran'ın kahraman olsun. Sağ olsunlar, var olsunlar. Hem o timimizi destekleyenleri hem bütün Azerbaycan'ı ve hem o timde oynayan... Belə öz birliklərin qoydular ortaya və öz o nimantların qoydular ortaya. Və burada bir dənə də insandan istərdim ad gətirəm. Ağay Rəsul Bərci, o zaten rəis Şurayı Təbriz
həqiqətən onun danışıqları da bizə bir həyəcan verdi. Belə Bəli, şəxsiyyətlərimizə, belə insanlarımıza alqış deyirik. Və 194 dənə o ustadımız ki, o məktubu imzaladılar, onları da alqışlayırıq. Həqiqətən eşq olsun bütün Azərbaycan sevən insanlara və Azərbaycanı təmsil edib bizim türkçülüyümüzü, bizim hüviyyətimizi ortaya qoyub və bizi müdafiə edən və bizim millətimizi, xalqımızı müdafiə edən insanlara məxsusən yenə də təkid edirəm, Ağay Həzrət Ayətullah Rəsul Bərci cənablarından da çox minnətdaram. Onun qarşında əyilirəm. Hər hal bu Azərbaycanı təmsil etdiyi üçün bir dənə məzhəbi adam, bir dənə ruhani adam o məsuliyyətdə, o məqamda həqiqətən bizi müdafiə etməyi Azərbaycanın və deyir ki, mən bu torpağa bağlıyam və bu millətə bağlıyam. Bu özü çox belə qəribə bir və həmiyyətli bir işdir. Bunu burada bağlayırıq. Bunun dəftərin ay düşdür bu Ay hafta. Süleyman'ım, koy ben bir Buyurun, cümle de diyeyim. buyurun. Ay Süleyman'ı elə narahatdılar bəzi bu panİranistlər və ya panİranist paltarında deyil də Azərbaycan düşmənləri, ay düşdür, nə panİranist? gəlib İranı çox istəsinlər, biz ona qarşı deyirik. şeylər o qarşıda. Hətta gəliblər biri danışırdı, qulaq astım. Narahat idi ki, niyə o standart Azərbaycan şərqi bayram təbrikini türkü deyib. Yəni tərəf onu təmin edənmir. Ki o standart niyə farsı danışmadı? Niyə o standart rəsmi dilinə? Yəni burada bax öz dilinə biz Azərbaycanlıların içində belə rəsmiyyət verir. Orada hamı türkdür. Azərbaycanda yaşayanların aşağı yuxarı %90 neçəsi türkdür. Amma ayrı dildə mi danışmalı? Ayrı dildə mi təbrik eləməli? Ona görə elə bu da onun bir parçasıdır ki, Tehranda və ya digər yerlərdə bu bizim bu qəhrəmanlığımızı, yəni timimizin qəhrəmanlığını, traktorun qəhrəmanlığını neynirlər? Aşağı indirirlər. Yəni sanki bir əhəmiyyətli bir şey deyil, halbuki bizim üçün çox əhəmiyyəti var. İndi onlar nə hesablayırlar? Eləsinlər. Xəbər istəyəm. Düşdür. İndi bizim qonumuza keçək. İranda nə baş verir? İranla Amerikanın mövzusuna istərdik keçək. Bəli. Burada nə mənə mövzular nə cadda gedir? Yəni ziddiyyətli sözlər gəlir. Ondan sonra bir tərəfdən deyirlər barışırlar, bir tərəfdən deyir səfarət açırlar, bir tərəfdən elə bil bunlar da Amerika dövləti də elə düzgün xəbər vermir və düzgün sözlər Trump'ınca da getməyi güya Ərəbistan-ı Suudiyə getməyi və Ərəbistan-ı Suudidə güya qərardı İranın mühüm və həmiyyətli məsullarından birinin az cümlə deyirlər ki, ağay Pezeşkiyanla görüşəcək və feylən şayə budur. Dalı nə olacaq biz bilmirik. Bax, bunlar nədir? Nə oyundur? Və Husilərlə barışmağı. Buyurun. Ay Süleymanı, bu hadisə bilirsiniz ki, bütün bu məsələnin əsasında İranın artıq hani bombast şey girib iqtisadi fələk olub. İqtisadi ayaqda duramır. Bunu indi yavaş-yavaş pərbəndə açılır ki, biləxərə rəisinin öldürülməsi, rəisinin hani düşməsi, helikopterinin parçalanması falan, hətta qeyri-müstəqim Ayət Xameneyinin Ayət Pezeşkiyandan himayət eləməsi və nəhayət Ayət Pezeşkiyanın reis cumhur seçilməsi. Ayət Pezeşkiyan reis cumhur seçiləndə bir şeyi parmaq qoydu. Bilmirəm, bunu zirəkliyindən və ya qəflətən dedi. Dedim, məni gətirdilər ki, mən bu seçkilərə həyəcan verim. Seçkilərdə iştirak edənlərin sayısını çoxaldım. Biləxərə bu... Bəli, elə vaqiyyət deyir, onu uzat demir. Özdə dedi, mənim də hər hangi bir proqramım yoxdur, hər hangi bir planım yoxdur.
Ben zaten heyeti vəzirlərini mən seçmirəm. Amma bir şeyin üstündə 3-4 dəfə barmaq bastı. Dedim, mən dünya ilə təamüllə girməliyəm. Təamül eləməliyəm. Yəni təamül eləmək, Amerika ilə təamül eləmək. Yəni təbii də Həsən Ruhani dedi ki, əgər biz qərarda görüşək, gerək Kətxuda ilə görüşək. Kətxudanın da məqsədi Amerika idi. Elə bu deyən həmin ay Xamenei də dedi ki, bu bir şərəflikdir. Amerika ilə danışmaq, Amerika ilə müzakirə etmək, siyasəti bilmeməkdir, şərəfsizlikdir, budur, bir sürü şeylər dedi. Amma bir şey də yaddan çıxartmadı. Dedi ki, görüşün, amma bildirmiyor. Gedin Amman'da oturun görüşün, Məskətdə oturun görüşün, amma heç kəs bilməsin ki, biz Amerika ilə görüşürük. Bu əlbəttə bilirsiniz, qədimi bir siyasətidir İranın. İran həmişə bunu icraya qoyub. Heç kəs Bizdə o bir məsəl vardı Azərbaycanda. Deyirlər kəhlik girə başın soxar qara, fikirləşər heç kəs məni görmür. Gedər o şikarçılar, o ovçular gedər əlin qoyub tutar. Eynən bu fikirləşir başın soxur qara, fikirləşir dünya 100 il bundan qabağını, 200 il bundan qabağını heç kim bilməyəcək. Amma o tərəfdəki, müqabil tərəfdəki adam ki, biz bayaq da şəxsi söhbətlərimizdə dedik ki, Trump'ın təadülü yoxdur. Yəni mütəadil bir reis, yəni mesela Amerikada indiyənə qədər reis cumhurların iqdamların, əməllərinin bu tərsinə gedər. Su belə gəlsə bu tərəfdən üzər. Yəni tipdir də, özünə görə bir xas bir tipdir. Zaten heyəti dövləti də tipdir. O da elə başdan dedi ki, mən oynayanda səhnənin qabağında oynayıram, səhnənin dalında oynamaram. Mən səhnənin qabağında səninlə oynayıram. Hətta birinci o ay düşür, ittifaqın gedişat onun əksini göstərir. Bəli, yox bir şey var. Birinci şey ki, müzakirə Ammanın vəsiləsi ilə qərar oldu, danışsınlar. Amerika dedi oldu, qeyri-müstəqim də olsun, fərqləmə. Deyək ki, müstəqim idilər, dedilər, qeyri-müstəqim eybi yox. Müzakirə birinci dövr oldu. İkinci dövr oldu Rumda. Üçüncü dövr Məskətdə oldu. Yine qararlı geçən həftə şənbə günü Məskətdə olsun, birdən-birə bu qaldı. Cancel oldu. Amma İran Babər elə Çay Süleymani Irakçı yalvarmaya başladı. Ki biz siz ne diyorsunuz hem diyoruz. Ve niye müzakireye devam edemirsiniz? Ve niye müzakireni idame vermirsiniz? Bunu da dedi. Ama görünen o ki Amerika təsmimi tutup sıkıştırır. Çünkü Amerika sıkıştırmır. İran öz içinden sıkışır. İqtisadi vəziyyəti elə xarabdır ki 46 il inqilabdan sonra ne memlekette bərq var, ne memlekette su var, ne memleketin qış günündə qaz var. Yəni hər zat kilitlenip, qıfıllanıb. Məhv eləyiblər, qələt siyasətdə məhv eləyiblər. Ona göre indi bir tek ümitləri budur ki, tekrar Amerika bunların satlarını versə, təhrim deyirlər də, sanksiyalarını. Düşür. Axı bilirsiniz, bir dənə də hadisə baş verdi burada. Xahiş edirəm ona da işarə buyurun. O hadisə bu idi ki, Amerika ki, hətta deyirdi 3,67 nə qədər zad olsun, Qəmsaziyə uranyumdan biz müvafiqik, birdən-birə vurdu altına. Bəli. Dedi, bax buna nə deyirsiniz? Ki, qoya buna da razılıq veriblər. Hər şeyə Amerika razı ola bilərdi. Əgər İran içəridən hükümət himayət olunsaydı, paygah mərdümüsü olsaydı, iqtisadi ayaqda dursaydı, o zaman məsələ fərqliydi. Amma xəbər yetişir Amerikaya. Amerika bu qədər də kör deyil. Neden Amerikaya? Bütün dünyanın xəbəri var. Bax, Rusiya ki, İranın bu qədər himayə edir İrandan. Məsələn, bir dənə mən bir şeye işarə edeyim. Rusiyada Putin o zadı imzalayıb qaraladı.
Yani İran'dan bir 25 yıllık bir qararsız bağlanıb. Meclis İran onu görüşmür. Meclis İran işte onu görüşmür. O qararsızı neyləsin? İmzalasın, paraf eləsin. Yani demek ki İran'ın öz içinde, rejimin içinde de bazı söhbətlər var. Üç tane amil vardı ki, Amerika bunlardan fırsatdan istifadə edir. Bir, İran'ın hükümetinde bir kargaşa var. Hükümetin içinde bir bölünmeler, parçalanmalar var. O onun sözünü okumur, o onun sözüne kulak asmır, o bursuna kulak asmır. Herkes öz havasını çalır, herkes öz teranesini okuyur. İspat eləmək üçün də bunu xidmətinizə deyim ki, bir müddətdir ki, şəhərlərdə o bir istilah bunların dediği o xanımlar ki, hicabı riayət eləmirlər, onlara peyamət gedir. Onlara zat telefonlarına peyamət gəlir ki, xanım, sən filan tarih, filan yerdə hicab şər'i mürad eləməmsən. Birinci dəfədə hoşlardı, ixtardı, ikinci dəfə maşını yatırdarıq, filan filan filan. Soxangoy devlet deyir ki biz aktarırıq tapamırıq ki hangi organ bunları gönderir. Hiçbir devlet organı, nəhad devleti üstüne almır ki bunu biz gönderirik. Pes bunu kim gönderir? Bir resmi bir nəhad olmasa niye böyle bir şey göndersin ki? İslam onu diyeyim ki bunların hamısını onlar görürler. Hem onlar görür hem Avrupa görür. Der həqiqət bir namər'i dövlət vardı. O namər'i dövlət, hətta Pezeşkiyanın da, heyəti dövlətin də, Pezeşkiyan deməyək, dövlətin də, rəsmi dövlətin də ondan xəbəri yoxdur. Yok haberi var bizzat eləyən mi? Bence haber olmasın. Bunlar bilirsən də mesela o hərimi sındırmasınlar diye, hərimi yıkmasınlar diye demirlər. Bəli vaqiyyət dövlət içində bir dövlət var. O dövlət də bəlli daha gəlirlidir. Misbahi Yazdı'nın törəmələridir. Və onlar da qoymurlar. Hani cephe paydarıdır. O öküz nədir? Ələmül-Huda. Ələmül-Hudadır. Bunlar böyük bir qurultular, böyük imkanat maliləri də var. Qoymurlar. Və ona görə Amerika'nın ve hatta indi Avrupa'ya geleceğim. Ben dünen İngilizistan parlameninde de bir hadise oldu. Onu da diyeceğim size. Yani tek şey değil, Amerika değil. Avrupa da dirsek göstərir İran'a. Çünkü 8 dənə terroristin tutulmağı bəli. İngilistan'da. İngilistan'da o teröristlerin tutulması bir tarafa. Bak İngilistan'da çok faallar zat edilir ki bu sipahi pastalarını siz grubu teröristi grupların içine sokun. Ola o gruplarda yerleşsin. Onlar kabul eləmirdi. İndi özləri deyir. Deyir bir pastaları yani sipahi pastalarını bir grubu teröristin içine alacaq. Ama tek ondan da mesele değil Süleyman'ı. İran'ın Amerika'dan çok korkusu o mekanizmi maaşadır. Maaşa bəli, düzdür. Mekanizmi maaşa Amerika'dan İran için daha tehlikelidir. Doğru. Yani bu Avrupa'da indi dirsek göstərir. Çünkü mesele ciddi bir meseledir. Ve İran bu oyunları oynarken hani teslim olurken bir de bilirsiniz 3 tane amil vardı. Biri daxili meseledir. İkinci amil çok büyük zattır. İran'ın iktisadi daxilisi çok xarabdır vəziyyət. Düzdür. Üçüncü amil Ay Süleymanı. Üçüncü amil İran'ın bütün o niyabətli gücləri vardı. İran onlara dayanırdı. Yani ürəyini onlara xoş eləmişdi. Məğrur idi onlara. Onların hamısı ortadan qalxdı. Axır mincisi Housilər idi. Ki Housilər rəsmən Amerikaya da bir növ təslim oldular. Housilərdən Ummanın zadına Vəzir Umur Xaricisine peyam gitti ki kardeş biz Amerika'ya da bizi vurmasın. Biz hazırız. Amerika'yı keşfettiler. Hamlelemiyor. Zaten Amerika da bunu istirdi. Sizin hakkınız yoktu oradan geçen Babul Mendeb'den geçen veya o sudan geçen gemilere sizin saldırma hakkınız yoktu. Onlar da işte biz burada besir devlet burada. Onların da adı buydu. O güne kadar ki İsrail Gazze'ni bulur. Biz de buradan geçen keşiflere gücümüzü gösterdik.
İndi xop əmələn qəbul edeyim. Amma burada bir tane daha hadise var. Süleyman, o da çok ehemmiyeti var. Amerika əmələn də Husiləri bu olmadı bir tane Niro qəbul ediyor. Çünkü qabaqca Husiləri bir tane Niro'yu teröristi kabul edirdi. Yani o bir Niro'yu teröristiyle oturup müzakere olunmaz. Eğer oturup müzakere olunup tevafuğa yetişmiş ise demek onları bu onların bir tane Niro kabul edip biliyorsunuz çok demeni Mansur oranın adı ve Sazman Millet Muttahid onu bu onların reis cumhur resmi Yemen intikab edip O ve onu Rəbi nəmə nədir bilmirəm. Mənsur Rəbi Mansur idi nəmə nədir? Rəbi Mansur adında bir şeydi. Hə, O Mənsur Rəbi. hatta şeydədir. Yani ama indi Amerikanın gidip Ruslarla oturup danışması veya qərzad imzalamaları veya sözde de olsa, şefahi de olsa hani siz bize vurmayın biz de sizi vurmayak demesi bir yerde şeydi. Yani bir yerde Rusları resmiyetinden tanımaktı. Ve nihayet bunu hizmet diyeyim ki İran üç yerden fişardadır. Bir, daxili fişardadır. İki, iqtisad daxili çöküb, dağın olub, artıq eləyənmir. Üç, eşikdəki nirləri ki, ola vabəstə idi və onlarla qürurlanırdı və onların sayəsində özünü göstərə bilirdi. O güclərin də yavaş-yavaş ortadan qalxması və yox olması. Bunlar hamısı İran için bir facia yarattı. Və nəhayət İran qəbul elədi. Hatta dediğim gibi şimdi İran Amerika'dan çok ısrar edir ki bu müzakereler devam edesin. Müzakereler de siz ve işaret ediyorsunuz şimdi görünen o ki gerçekten de belki de olabilir ki Pezeşkiyan'la zat şeyde Elbistan'da Riyaz'da oturup beraber oturup danıştılar. Eğer danıştılar birinci mesele yani 46 yıldan sonra ilk defa belə bir hadisə Yox, baş axı bilirsiniz niyə bu çox möhtəmildir? Çünki o şayələr əsasında əlan səfarətin açılmağından söz gedir. Bəli, bəli. Bir müddət bunun sizin programınızda da sizin xidmətinizdə dedim ki, hətta İran səfarəti Amerikada da təmizlənməyə başladı. Düzdür. Amerikada onun caddələri təmizlənir, saxlanın ətrafı təmizlənir. Yəni elə bir ki bir hadisə var. Hətta bunun yanında Trump'ın dünən bir şey deməsi hər şeyi alt üst elədi. Dedi ki, Trump elan elədi ki, gələn həftənin başında yani ya olabilir şənbə, yekşənbə veya doşənbə dünyanı şaşırtacak bir haber Bir xəbər verəcək, bəli. Yani dünya şaşıracak mənim xəbərimlə. Ama istəsək biz bunu təfsir edək. Möhtəməl budur ki, ya gerçekten de Amerika'nın səfarəti Tehran'da açılacak veya Ağay Pezeşkiyanla elə müzakirə olunacaq. Yəni əlbəttə İran... bunu İsrailə də cad eləyirlər. Deyirlər ki, İsraillə Ərəbistanın rabitəsi bərqərar ola. Bak Ərəbistan bilirsiniz, Ərəb məmləkətlərlə İsrailin rabitəsi var. Ama siyasi rabitəsi yoxdur. Bəli. Siyasi rabitəsi İranın da şah zamanında da yoxdur. Şah zamanında İsrailin siyasi rabitə yoxdur ki. İqtisadi rabitə vardı, həmkarlıq vardı. İqtisadi həmkarlıq vardı. Ama resmen İran'da İsrail'in siyasi misyonu yoktu. Ama iktisadi misyonu vardı. Faaliyet iktisadi bir sürü. Elə Ərəb məmləkətlərdə də belədir. Ərəb məmləkətlərdə rəsmiyyətən İsraili bu onları bir dənə məmləkət tanıyıblar. Hatta Cumhuriye Azerbaycan bile ki Netanyahu Azerbaycan'a gidəcəkdi. Bilirsiniz, cancel elədi misafirətini. Bak gedirlər, gəlirlər, İlham Əliyev ora gedir, o Bakıya gedir. Ama hələ də rabitə siyasi yoxdur aralarında. Düz. Ama rabitə iqtisadi var, rabitə ticari var. Hani nizami rabitə var, olabilir, her şey olabilir. Bəli. Ama Ərəbistanla İsrailin rabitəsi, bu da Ərəbistan geçəndə bir şey elan elədi. Dedim, madam ki siz zadə mesela Hamas değil o, Hamas için çok ehemmiyet vermirlər. O məntəqəni siz dövürsünüz, vurursunuz,
mən sizinlə eləyəmmənəm o Tərhi Davud vardı da mesela. Onu icraya qoyam. Yəni onu mən rəsmiyyətlə tanıyam. Bəli, ay Süleymanı bir şeydə yaddan çıxartmamaq lazımdır ki, biləxərə biz insan. Qəzzədə öldürülən uşaqlar, Qəzzədə öldürülən 50 minin üstündə insan üçün ürəyimiz yanır. Bax, tərəf gəlib Qəzzəni rəsmən şuxum edir. Yəni rəsmən yox edir. Əlbəttə dənə söz ərz edeyim. Onu İran hakimiyyəti və Həmas da təhrik edirlər. Be hər hal gərək o necə Sazman Azadi Bəxşi Filistindən illərdir Sazman Azadi Bəxşi Filistin hələdir İsrailin bir dövlət mütəxasim kimi dövüşən bir dövlət kimi tanıyır. Rəsmiyyətə tanıyır da. Amma təhrik də eləmir. Səhərləri məsələn befərz. İndi baxın, indi Həmas yenə də başlayıbdı hərəkətlərə, o izai hərəkətə. Əslində burada bir sual mətəh olacaq Süleymanı. Həmasın hərəkətlərini gerçekten Həmas özü mü eləyir, yoxsa İsrail mi təhrik edir? Hani 7 Oktober Həmasın o tərəfə geçməsini heç kəs təsvir eləmir. Bu biləxərə bir cinayətdir. Gedib orada 1000 insanı öldürülməsi. Axı baxın, ələn cənazələri vermir. Niyə vermir, ay düşdür? Cənazə ilə nə bəhrəbərdar eləyəcək? İttifaqən Mahmud Abbas deyir onlara. Qardaş, verin bu 59 dənə 34 dənəsi də ölüdür zaten. Bunlar bəqiyyəsində verin, bu dava bahana qutursun. Amma mənə belə gəlir ki, İsrail də bu bahananı qurtarmasını istər. Qətən, biz demirik ki, bu bəhanədən istifadə eləmir. Mən sizə bəhanə verməsəm, siz də ondan istifadə eləyənməzsiniz axı. Bəlkə ayrı cür fayda edirlər, ayrı cür bəhanə yaradırlar amma. Olsun. Axı, baxın, bir neçə illər idi, ələn məsələn biz görürdük də, neçə il idi, sakitlik idi, arada bir mövzu yox idi, bir problem yox idi. O otururdular 1 il, 2 il, 3 il bunlar. Ya məsələn neçə il idi, zada Lübnana əslən həmlə olunmurdu. Təbii 4 il idi, həmlə olunmurdu. Şayət də biraz az ya çox bilmirəm, tarix dəqiq yadımda deyil, unutmuşam. Çünki bəhanə yox idi əlində çat eləyə. Amma həmişə İsrail bundan izhar nigaranı eləmişdi. Mən İsraili müdafiə eləmirəm. Vaqiyyəti istəyirəm ərz eləyəm ki, deyirdi ki, bizə təhlükədir. O yerin altında, yerin üstündən artıq yerin altında bunlar fəaliyyət eləyir. Bir gün görəcəksiniz, gəlib İsrailin vəsətindən bunlar çıxıbdı. Elə həmin işdə hadisə də baş verdi. Baş verirdi. Bence İsrail bu siyasetten çok, davadan çok, muharebeden çok, yani Hamas'ı xunsa eləməkdən çox, elə bir çox məntəqənin özünə təəlluq tapdığını bəyan edir. Yəni həm deyir, həm demir. Həm deyir Qəzzə, Hamas yox olmalıdır deyir. Deyir Hamasın adı qurtardı. Amma Qəzzə mənim kontrolumda olmalıdır deyir. Yəni qabaq ki Qəzzə öz-özünü idarə edir. Ay düşdür. Bir zaman elə Misrin əlində idi. Misr ona nizarət eləyirdi. Sonra gəldi, özləri bir dövlət-i xodmuxtar verdilər Yasir Zadan, Sazman Azadi Bəxş Filistinə. Bunlar kudeta elədi, Həmas. Kudeta elədi, gəldilər zadda özləri tutdular. Amma indi be hər hal görünən o ki, Süleymanı, biləxərə bilirsiniz, bu satelitlər yuxarıda, bu zatlar bir sürü işlər görürlər və elə bir ki, Qəzzədə böyük mənabə nəfti və qazı var. Bir mənabə nəfti və qaz var, bir də bilirsiniz, Dəryayı Mediteraniyə yaxınlıq var. Və bunlar da təhrik olunacaq bir şeylərdir ki, İsraili iqtisadi cəhətdən təhrik edir. İqtisad, biləxərə İsrail güclü, qüvvətli bir dövlətdir. 10 milyonluq bir dövlətdir və bütün dünyadan da seçilmiş insanlar gelirlər onlar. Oxumuş insanlardır, basavad insanlardır. Hətta geçəndə bir söhbət vardır ki, əgər Netanyahu bu
savaşı başlamasaydı, bu muharebeni başlamasaydı, İsrail'in öz içinden fişar altındaydı. Mecburdu istifa eder. Yani bir yerde Deyirlər o də bu müvəssək bir yani, mövzu deyil ki. yani menzur o Əgər hər hal zad olmasaydı, onun tərəfdarı olmasaydı, onu seçənməzdilər ki. Onun bellidir elminin, taraftarı var. təşkilatının, siyasətinin Bellidir. tərəfdarı var. Hər halda bu Ben, məni maraqlandırmır. Məni ben, maraqlandıran İranın mövzusudur, ay düşdür. İndi İranda bu Amerika ilə zadın mövzusu, Amerika ilə İranın mövzusu dərhal həll olmaqdır. Aya belə bir vəziyyətdə millət də bu hakimiyyəti qəbul eləyəcəkmi? Bu etirazların qarşısını ala biləcəkmi? Süleyman, bak, milletle devlet arasında istekler, ümitler apayrıdır. Devlet Çox bir uçurum vardır, dərin bir uçurum vardır. yani millet devletin dediğini vaƙiyet de dese kabul edemez. Yani böyle vaƙi diye ki böyle bu değil de düz de diye hiç kesini kabul edemez. Çünkü 46 yıl yalan eşittiler. 46 yıl milletin hakkını, hukukunu paymal edip bu devlet. Ne acayip garayip adı altında. Ben bu bir tane bütçeye bakırdım Süleyman. Bəli. Geçen yani 1403. yılda bütçe karigerler 25% hukukları çok alıp mukabilinde bütün olan karigerler, emekçiler yerler %120, %50 120 dəfə bahalaşıbdır. ama galip Şah Süleymani. O yerler ki onların bütçesi birdenbire neçe defa çoxalıb Şurayı zat məsləhət nizam. Bax, məsləhət nizamın zadı neçə bərabər çoxalıb bütçədə. Radyo televizyonunki çoxalıb, Hovzahay elmiyyəninki çoxalıb, Şurayı Negəhbanınki çox çoxalıb, Şurayı Negəhban iki şeydən təalluq. Mollalarınki neçə bərabər? Bax, Şurayı Negəhbanda 6 nəfər hüquqdandır ki, məmurən hüquqdan da əsaslı danışqatlı. 6 nəfərdə fərq var da, fərqlidir. Yəni, Şurayı Negəhban 12 nəfərdir, 6'sı hüquqdandırlar ki, məmurən danışqalardan seçilərlər. 6'sı da baş sarıqlıdır. Mallardır mesela, yani fərqi. Hala axı bunun, bu özü də cəlibdir. Çox cəlibdir Süleyman. Bütün şəhərlərdə dəftər açıb. Niye dəftər açıb? Dəftərin nezarəti. Şurayı Negəhban nəyi nəzarət edir? Şurayı Negəhbanın vəzifəsi budur ki, qanunlar ki məclisdə təsvib olur, onu bərrəstdirərlər ki, aya bu İslam ilə, İslam qanunları ilə müğayir deyil. Bu qanun əsası ilə müğayir deyil. Ay düşdür. Qanun məşrutiyyətdə də var idi. 5 dənə molla nizarət edirdi. Yox, bunun axı şəhristanlarda sən dəftər nezarəti açmağın mənası nədir? Kimi nizarət edirsən? Kimi nizarət edirsən? Bu məmləkətin hər 4 ildən bir qoya bir dənə intixabat olacaq. O intixabata bunlar məsələn nizarət edəcəklər. Ay, bax. Bu məmləkətdə vəzarət ittilaat var. Bəli. Ona müvazi neçədən dəftər var, neçədən ona müvazi 10-15 dənə, 19 dənə deyirlər. Sən onlardan da deyə biləsən ittilaat alasan. Axı sənin dəftərin nəzarət açmağından hədəfin nədir? Hədəfin budur ki, məmləkətin... Bundan da sonra qanun təşrih edir. Sən dad göstəridən, Niruy İntizamidən, Vəzarət-i İttilaatdan bunlardan istelam eləyəcəksən və o istelamın əsasında nəzər verəcəksən sən. Axı sən oradan dəftər nəzarət açmağın mənası nədir? Niyə? Yəni mən istəyirəm deyəm ki, bu rejim o qədər millətin haqqını payimal edib, millətin malını niflə eləyib ki, artıq heç kəs bu dövlətə, bu hökumətə inanmır. İnanmadığı da haqqı var. Bax, bu günə qədər, bəlkə bu gün deyil, bir neçə bundan qabağa qədər bəlkə də demə olardı ki, biləxirə məmləkət idarə olunur,
Memlekette biləxərə əmniyyət var. İndi ay Süleymanı əmniyyət də yoxdur. İndi Tehranın yap gündüz danışçıda nə ola bilər ki? Geçəndə bir danışçını öldürdülər. Bəli, tələbələr. Zulmdirlər. Yəni getdilər zaten laptopunu almaq əlindən, aldılar və öldürdülər. Kız danışçıları burada şülük edirlər. Bax, restoranda oturan ki, oturub xurək yiyir, gəlirlər birdən gərdənbəndini arvadın boğazından belə çəkib çıxardırlar. Məmləkətdə əmniyyət yoxdur. Əmniyyət olmadığı için də xub təbiidir. Sən bir dövlətsən ki, nə iqtisad edə bilirsən, müdiriyyət edəyəsən, nə məmləkətdə əmniyyəti təmin edəyəsən. Madam ki, əmniyyəti təmin edəyənməmsən, iqtisadi da ki, müdiriyyət edəyənməmsən, sənə niyə inansınlar ki? Sənə niyə inansınlar? Sağ demirsən, sol vurmuşsan. Sol demirsən, sağ vurmuşsan. Oynəmirsən millətin sərnişinə. Ona görə heç bir payqahın yox. Yox, ona mənim sözüm budur ki, Amerika ilə ki, bunlar bu anlaşırlar. Aya bu millətin hakimiyyətə yaxınlaşmağına kömək eləyəcək, yardım eləyəcək ya yox? Mən deyirəm yox. Heç eləyənməz, çünki niyə eləyənməzliyini dedim. Rejimin adı budur ki. Etimadsızlıq var buyurursunuz arada da. Rejimin yox, rejimin adı budur ki, mən Amerika ilə yaxınlaşaram. Amerika da bu təhrimləri yumuşadar. Təhrimləri yumuşadar. Mən o boş pullar ki vardı eşikdə, bunları varid edirəm İrana. Varid elədiyim sürəcə də edə bilən bəzi sərmayəgüzarlıqlar edəyəm, bəzi millətin biləxərə istəklərini yerinə gətirəm və iqtisadi vəziyyət, rifah vəziyyəti yüksəlsə, millət mənə yanaşa bilər. Halbuki Ay Süleymanı elə bir sistem yaradıb ki, nə qədər pul gəlirsə gəlsin, bəlli mafiyanın əlinə düşəcək bu. Millətə bir şey yetişməyəcək. Ona görə elə bir sistem oluşturub, elə bir sistem oluşub ki, İranda pul gəlsə belə mümkün deyil. Çünki əsasən gəlməsi də heç mümkün deyil. Xəzmdari Amerika geçən həftə neçə nəfəri tikrar, neçə dənə nəhadi, neçə dənə şəxsi tikrar besdə təhrimə şamil elədi. Və onlar da şamil təhrim elədi. Həm müzakirə edir, həm təhrim edir. Və bu da göstərir ki, xeyr, zaten Amerikanın rejimin ümidi budur. Rejimin arzusu budur ki, biz Amerika ilə yaxınlaşarıq, təhrimlər azalar, biz nəftimizi satarıq, vəzimiz yaxşı olar, iqtisadi vəzimiz yaxşı olsa, millətin də səsi azalar, kəsilər. Amma vaqiyyət budur ki, yox. Bir ayrı bir proje də ola bilər ki, Amerikanın İrana yaxınlaşması ilə millətin səsi də yüksələ bilər. Yəni, millətin səsi daha yüksələr. Əlbəttə, bir vaqiyyət budur ki, Ay Süleyman, hələ Ordu-Behişt ayında yox. Hələ baharda yox. Bu gediş göstərir ki, Xordad ayında, Tir ayında, Mordad ayında ki, istilik 40-45 dərəcəyə yüksələcək, bu millət nə çəkəcək? Susuzluqdan və bərqsizlikdən. Nə kulerlər işləyəcək, nə duşlar olacaq, nə... Bilirsiniz, bəzi evlər indi apartmanıdır, 10 mərtəbə. Bərq olması ki, 10 mərtəbə tərəf çıxar, pillə ilə yuxarıya. Yəni, o məriz ola bilər, yaşlı ola bilər, uşaq ola bilər. Axı, bu belə bir nabisamanlığı millət təhəmmül eləməz, eləməməlidir. Yəni, 20-ci əsrdə 21-ci əsrdə yaşayırıq. Niyə təhəmmül eləsin ki millət? Niyə təhəmmül? Bərq bir mövzu deyir ki, bir gündə həll ola. Xeyr. Xeyr. 30 neçə ildir zaten o proje ki, bu beslə bərnamayı umranı ki vardı 5 yıllıq, onlarda neçə dərsə bərqin tolidi çoxalacaqmış. Əgər o bərnamə qabağa girsəydi, 8 dərsə rüşd iqtisadda təbiidir ki, bütün zatlar beslə iqtisad rüşd yapar. Ay Süleyman, 90-cı illərdə rüşd iqtisadı sıfırdır. Yəni, indi heç olmasa bax, 1992-dən indi 2004-dür. 12 ildir məmləkətdə rüşd iqtisadı sıfırdır.
Dərhal ki 1 milyon xordiyə hər il cəmiyyət çoxalır. Bu mümkün değil yani. Amerika sabah rabıta kurar İran'la. Hatta bir miktar tahrimlerden de azalda yine iktisadi vaziyet iktisadiden düzelecek de siz işaret ediyorsunuz ki Tevlid-i Berk bu sabahın işi değil. Tevlid-i Berk uzun bir projenin işidir. Yani uzun bir müddetli sərməcəzarlıq. Həddəqəl az çəksə bir dənə Neyrugahın düzəlməyi il yarım 2 ildən Bəli, artıq şahidlik çəkər. bəli. Bəli, indi gerçi mütəvəssil olublar. Mesela Xurşid o paneller koysunlar. Gündən güneşten bərt ediləsinlər. Bu da özdə bir tekniktir. Mesela bunu qabaqca düşünməlidirlər. Bax, indi düşünməm. İttifaqən İranda çox fürsət var idi o cür Bəli, bəli, projeləri. bəli, Məsələn, İranın nə qədər məsələn o bəli. kəbirlərdə məsələn gün həm o zadı çoxdur, beqolə o müstəqim düz zada vurur, panellərə vuracaq, ondan sonra Bəli. plan eləyəcək, çox ondan istifadə eləmir. Hətta küləkdən də incir. Görürsən, Amerikanın mən əyalətlərinin maşınla getmişəm, ay düşür. Birdən görürsən neçə hektar məsələn zad eləyiblər. O zadlar qoyubdular, bu cür küləklə işləyən o zadları qoyubdular, onlar işləyir. İşləyir, bərk tolu dedi. Onları cəmləyirlər, atırlar şəbəkəyə. Ama onlar bir günün işidir. Bəli, haklısınız, haklısınız. Yok, Onun ben için çok ben düşünürəm ki bu milletin müşkilatı hətta Amerika təhrimləri azad eləsə də gene də düzələn deyil axı. Yəni bu bir. İkinci sui-istifadə mali nə cür həll eləyəcəklər, ay düşdür. Yəni bir dənə bedətə çevrilibdir. Məsələn, bu Xameneinin adamları gələ Hizbullahidir, çala, çapa məmləkəti. Heç dadgah məhkəmədə ona söz deməyə. Zaten öyle olur. Zaten öyle olur Bay Süleyman. Bak hele de indi bir haftadan çoktu da indi 10-15 gündür ki o Bender Abbas'ta Recai adında o benderinde koku tutmak. Ben de şeydir Recai. Ölülerin de sayısını düzlemirler. Bir gün ile 77 nefer, bir gün de 67 nefer, bir gün yendiler 57 nefere. Yani mevzu budur ki özde hamı da bilir ki bu məmuli bir tutmak, məmuli bir şeyin patlaması değildi. Zaten her şey ortadadır. Mevat-ı şimyaidir, mevat-ı nitrat amonyumdur. Zaten onun renginden teşhis edirlər o şimidanlar, bilirlər ki onun renginden, onun hakkında da verdikleri məlumat düz deyil. Ve ondan sonra İsfahan'da bir zad oldu. Sonra ayrı yerde Kərəcdə bir şey otlandı. Deyirlər karton sazlı otlandı. Məşəddə karxanı motosiklet sazı ot tutuldu. Tehranda 12 yerdə hadisə baş veribdir. Məlum deyir ki, bu əslən zənciri nədir? Kimin əlinə, nə üçün və nə hədəfi bunlar gözləyirlər bu işlərlə? Hədəf nədir? Hedefi Ağay Seyid Leylaz var da. Seyid Leylaz bu rejimin zamanlarından bir kısım. O değil Bonapartizm dönemi İran'da başlayır. Bonapartizm dönemi beleydi ki her şey karışmış idi. Rıza Şahı da Bonaparte adına benzederler. Çünkü Rıza Şahı da her şey karışmıştı. Dedi ben geldim. Əmniyyəti təmin ederim, amma demokrasi vermərəm. Mən əmniyyəti təmin ederim, azadlıq olmaz. Niro-i nizami ilə vururam, dağıdaram, əmniyyəti təmin ederim. Eynən Fransa'da da Bonaparte bu işi görmüşdü. Onun nəzəri budur ki, zəmin hazırlanır ki, bir Bonapartizm, yəni hani bazı güclü, qüvvətli bir əl qalxar, mesela şey amadeler. Emniyeti təmin. Diktator hakimiyyət gələr, hər nəyi dillənəni başından tutar, vırar yerə. Amma əmniyyət bərqərar edir.
Mesela emniyet təmin olar, mesela iqtisad da biraz rüşd edə bilər, amma o vaqiət budur ki, bunu da millət qəbul edəcəyinə inanmıram, çünki millət buluğ siyasiyə yetişib. Bax, çox cəlib tərif edeyim, yani bunu da deyim, bəlkə də vaxt uzanmayayım çox. Keçəndə, indi dövlətin öz içindən deyirlər axı biz bu qədər bu hicab məsələsində hər iş gördük. Olmur da qardaş, olmursa bırakın. Biz eləyəmirik. Yəni bu hicab məsələsi təhmil olmur. Biz nə deyirik? Ağay Muvahhidi Kermani şeydi də mesela reisi şeydi. Meclis Fabrikatör və Xameneiyə də yaxın adam. Meclis Xoftagan da deyirlər ona. Meclis Xoftagan da deyirlər. Onu deyənin atasına rəhmət. O meclisdə deyir ki, gərək bir şey geçirlər. Onlar hicab riayət edirlər, onlara imtiyaz verək. Yəni onlara bəzi imtiyazlar verək. Hani başlardan əgər bam istəyirlər, bam verək. Bir imtiyazlar verək də onlara. Bu imtiyazla hicabı təşviq edək. Yəni baxırlar ki, olacaq deyil. Yəni vurdular, dövdülər, öldürdülər, kör elədilər. Olmur. Olmayanda məcbur neyləsin, dalı otursun. Bu da göstərir ki, millətin artıq o qədər buluğu siyasisi vardır ki, artıq ayrı diktatorlara da yox deyəcək artıq. İranın tək bir yolu var. Bir, qudret mərkəzinin dağıdılması, bütün obrisi millətlər də qudret siyasətində səhim olmalı. Yəni, neçə qutbulu bir camiə yaradılmalı. Hələ bu qutbuda Azərbaycanın məxsus yeri olmalıdır. Niyə? Nəinki qanunda məxsus yeri olacaq? Yox. Elə zaten əməldə məxsus yeri olur. Çünki cəmiyyət çoxdur. Azərbaycanda çox cəmiyyət yaşayır. Bu Azərbaycanın həm iqtisadi cəhətdən qüvvəti var, həm niru insanısı var, həm təcrübə siyasisi var. İllərcə məmləkəti Azərbaycanlılar idarə edib və indi deyə bilər Azərbaycanı heç olmasa öz məntəqəsində öz-özünü idarə elərsin. Buna sahibdir. Bu qüdrət vardır ki, öz-özünü idarə elərsin. Pəs binabərin qüdrət mərkəzi və Tehrandan heç bir ümid tək biz Azərbaycanlılar deyil. Heç obrisi millətlərə də bir ümid yolu yoxdur. Çünki o qədər bu dövlət böyüyüb ki, nə mənə gəlsə, nə qədər pul gəlsə gəlsin, siz bayaq dediniz ki, bu dövlətin içində itər. O qədər boş yerlər vardır ki, onlar dolar. Yox, ay düşdür. Bu məmləkət mafiya sistemindən zad olubdur. Yəni, əlan ticarət bir mafiyanın əlindədir. Babək Zəncani hökm edam alır, fəsad zadın gəlir birdən neçə milyardlar zadda məmləkətdə sərmayə quzarı edir. Çox maraqlıdır. Bir adam iki zindandadır. O mafiyanı o zindandan idarə eləyirsə, o vəzir rahla görüşür, müqabilə bağlayır, qərardat eləyir. Yəni, yol nazirinlə görüşmə aparır, ondan sonra əmr verir, ondan sonra xarici səfərlərə gedir bu adam. Bir dənə adam ki zindanidir. Bir adam ki hökmü hələ məlum deyir, dərhalə əzibamdır. Biri deyir, rəhbər bağışlayıb, biri deyir, qüvvə qəzaiyə bağışladı falan. Çün zindanlərin bağışlanmağı ay düşdür. Tıbqi qanunu əsası qüvvə qəzaiyə zad edir, təklif eləyir. Rəhbər ona fəqət zad eləyə bilər. Təxvif verə bilər. Onun üçün biz ki, bu mafiya əlin çəkəcəkmi?
Yəni nə qədər bu hakimiyyət var, bunlar özləri zəmin yaradır ki, öz yaxınları məsuliyyət, mən zidd inqilaba heç vaxt məsuliyyət vermirlər ki, ya cənabüz ki, yap iqtisaddan olma ki, yap Allahın bacısı oğlu ol ki, gənə də sənə Hayır, mümkün məsuliyyət değil. verməzlər. Mümkün değil. Mümkün değil. Ay Süleyman, bunun da başlıca sebebi budur ki kontrol milletin elinde değil. Eğer Bəli də, elə millet, mövzu millet budur. her şeye nezaret ederse hem demokrasi teşkil yapar, hem azadlık gelişer, Yox, hem o yazdıqları qanun var, ha, ay düşdür. Çox üzr istəyirəm, sözünü istəyirəm. O yazdıqları qanuna həddəqəl bunu elə o qanun kimi icra eləyələr. mümkün değil. Mümkün değil. Zaten 15. madde 46 ilde mahkum olup kalıp bu şeyler. Heç o yox, iqtisadi. 27. madde, 27. madde, 27. madde diyor ki بدون حمل اسلحه her kesiyle bir tezahürat eder. Her kesiyle bir tezahürat eder. 46 ildə 46 ildir. Neçə ildir? Bir İcazə dənə verin. mücəvviz Bir dəfə gəlir. Hələ ay Süleyman 59. madde diyor ki eğer bazı hadiseler, bazı söhbətlər, bazı sözler devlet ile millet arasında ayrılık sala, mesela bu hicab meselesi. Eləyən olma, getmə olarsa da mesela referanduma. Bəli. Genel referanduma 59. madde resmen değil. Bazı şeylerdeki ihtilaf tapılan milletin devlet arasında eleme olar referanduma gittiler. Ne değilse kabul olunur. Ama madem siz korkmusunuz, hiç olmasa demirəm rabitəyi Amerika ile. Hiç olmasa bu hicab meselesini koyun referandumu. Görün millet hicab ihtiyat. İran milleti, bilahare İran'da yaşayan insanların çoğu Müslüman. Eğer siz onlara itimat ediyorsunuz, o bir referandum ediyor. Diyor ki aya millet hicab ihtiyarıyla e, rahat değil Ay hicab ihtiyarı. düşdür. Bunlar bəzi məsələlərə tibqi qanuni şəriət deyirlər ki, bir referendum olmaz ona. Məsələn, namaz qılmaq bir dənə əmri təabbudidir. Yəni Allaha sitayiş eləmək üçündür. Bunu zada verməzlər. Aslında namaz değil, bunu çok, bunda hamısının ihtilafı nəzər var bu hicab. Bunlar hicaba elə namaz kimi baxırlar. Bunlar deyirlər ki, əmri təabbudidir. Hicab namaz kimi değil. Namaz usul dindi. Ama bu furu dindi. Bu aslında belli değildir. Hardan hədislərdən Siz düz deyirsiniz. Mən bunda sizdən cadım yoxdur. Mən deyirəm, bunların baxışları odur. Baxışları belli değil. Bəli, bunlar mütəhəcciranə sədr-i İslamda əslən bəhsi hicab olmayıbdır. Olmayıb. Çox adamdır, çox malların indi. Həzrəti Peyğəmbərin devrində, Həzrəti Peyğəmbərin Ərəbistan gedir, əl-amcad eləməyə. Hicabsız qadınlar örtükləri ixtiyarı olmağa tərəf gedir. Bunlar biraz da nə cür deyim, dala gedirlər, qabağa getmirlər. Dalı yerirlər. Dalı yerirlər. Ki çatalar məsələn Peyğəmbərin devrinə elə bilirlər bəlkə Peyğəmbərin devri. Hətta indi bizim bəzi uləmalarımızdan çıxıbdılar, deyirlər ki hicab əmri dərunidir, yəni insanın daxilinə mərbutdur. Sən gözünlə görüb günah eləyirsənsə, filan eləyirsənsə, sən ürəyi pak eləməlisən. O bilfitrə sən pak olmalısan. Nəinki, məsələn, gəlib başı bağla günə, gəl min dənə günah elə günə. Bunlar əmri təabbudi bilirlər. Yəni, Allahın bir dənə əmri bilirlər quya. Der surət ki, nə Quranda var, nə bizim zadımızda vardı filan. Bunlar, məsələn, əşhəd ənə əliyyən vəliyyullah ki var namazda. Onu da zatdadır. Şeyx Səduqun zadında kitabında yazıbdılar ki, Allah lənət eləsin bunu bidət qoyana. Yazıb. Bunlar öyle baxmırlar. Bir mollanın cürəti var məcəl deyə, niyə sən əşhəd ənə əliyyən vəliyyullah deyirsən? Mümkün değil. Zaten fakat galiptir ki sen ise imamların
hansısı Şii idi ki? Bunlar hansı Şii idi? İmam Hüseyin Şii idi. Bunlar deyirlər də, bunlara ay qurban olum. Axı deyil. İmam Rıza Məgər Sadun nümayəndəsi deyildi Məşəddə. Xəlifənin. Harun Xəlifə,Ər-Rəşidin. HarunƏr-Rəşid. xəlifədəki Məmun sünni. ondan zadın. Bəs bənabərin bunlar oyunda oynayırlar. Feilən hökumət əllərindədir. Amma silkələnirlər. Amma rahat değiller. Amma o qabaqçı aramış bir-birinə deyil. Qətlən, Heç aramışlar çünki deyil. bilirsiniz, aramışı hakimiyyət, aramışı millətdəndir. Bəli, Millət bəli, təlatumda da ağay düşdür. bəli, 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 dəqiqən. İndi çıxış yoluna mənə də ay düşdür. Bu hakimiyyətdə islahat ola bilərmi? Bu hakimiyyət islahat mümkün deyil. Amma çıxış yol bu millətdən məzrət istəyirlər. Deyirlər biz bir xəta elədik. Bunu Axund Xurasan'da demişti. Axund Xurasan'da demişti ki o ayın ayini bir name yazır Axund Xurasan'ya deyir ki hani gel vilayet fakiri icraya koyak da o da deyir ben koymayayım bu siyasetçilerin işidir. Bizim işimiz değil. Bizim eğer dinimiz siyasete katılsa, karışsa eğer şikəst dinimiz şikəst. Bak indi buradan tek yolu budur ki hem Ağay Xamenei hem rejim Müasir devrə sən baxcılan. Ağay həmin sözü ilə Ayətullah şəriət mədarı deyir. bəli, Deyirdi, vilayət fəqih əgər hakim olarsa, o şikəstləyəcək, bizim dinimiz şikəstləyəcək. Şimdi bərabərin şikəstləyiblər, 46 il şikəstləyiblər, məmləkəti bu günə düş sarıblar. Biləxərə gərək otururlar, bunlar millətdən məzrət istəyirlər. Əgər millət bunların məzrətini qəbul eləsə, bunları bağışlar. Nelson Mandela'nın məşhur bir sözü var. Hani yadımdan çıkardarım ama içimde saklarım da. İçimde saklarım. O 27 yıl zindanda kaldığı zadı diyer. Bəli. Diyer ki affederim ama yadımdan çıkartamaram. Bəli, düz deyir. Millete çəkdirdiklərini bu millət yaddan çıxardabilir. Yaddan çıxartmaz ama affedeyə bilər. Bəlkə əgər bunlar millətdən əff istəsələr, millətdən bağışlanma istəsələr, bəlkə millət bunları bağışlar. Vaqiyyətdir ki, eləyənməyiblər. Bu günə qədər eləyənmədilər. Bunu söyləyəcəkləri möhtəməl deyil. Amerikaya yaxınlaşmaları, Avropaya yaxınlaşmaları, yalvarmaları, yaxarmaları bir nəticə verəcəyinə mən inanmıram. Mən vallahi həqiqətini axtarsın, heç inanmıram ki, Amerika ilə bunlar irtibat qura bilərlər. Heç Amerika ilə də bu irtibat indi gedərlər. Payidar bir irtibat ola bilməz. Kəsiləcək, yəni mümkün deyil. Hətta mən elə bu müzakirələrin də bir nöqtəyə qədər gedib o nöqtədən sonra, çünki ixtilaf çoxdur. Amerika indi başlayıb, siz müqəddəmədə dediyiniz kimi, həm vəzir müxaricəsi deyir, həm Trump deyir. Deyir, fəaliyyət-i atomu olmamalıdır. Qabaqca söhbət vardı. 3 mümeyyiz 67 mesela uranyumu qane edə bilərsiniz. Bir xeyr sizin lüzum yoxdur. Bir sürü məmləkət uranyumu ayrı yerdən aldı. Siz də alın. Bəli, Türkiyə özü, Türkiyə özü. Hər yerdən alırlar. Bəli, siz bu lüzum yox. Siz bu uranyumu qane edərsiniz. Çünki hər ləhzə nişan vermişsiniz ki 60 dərsədə çıxmışsınız. Əgər bunu 90, 95, 100 dərsədə aparsınız, onlar bomba atom. Bomba atom da dünyanı xətərə salır. Ona görə mən fikir edirəm ki, təvafuq yetişərlər. Çünki zaten İran deyir ki, bir, mən fəaliyyət atomunu sıfıra yendirməyəcəm. Mən hani bəlli bir miqdar öz məsrəfim üçün qane eləməliyəm. Qənisazı eləməliyəm. Ondan sonra deyir, təhrimlər götürülməlidir. Yəni İran təhrimlərdən yaxasını qurtarmalıdır. Üçüncüsü, mekanizmə maaşa işe aparılmamalı. Ondan sonra da benim sadım budur ki, her şey zütter bu mesele benim pərvəndən Şurayı Əmniyyətdən çıxsın. Bunlar fikir edirəm, hamısında təvafuğa yetişərlər.
Ona görə mən pek xoşbin deyiləm Süleyman. Ay düşdür. Son sözü 2 dəqiqədə cəmbəndi. Elə bizim vaxtımız da qutarır. Dərvaqa bu axır sözlərim elə bu idi ki, deyəm ki, mən çox ümidvar deyirəm. Çox adamlar ümidvardırlar ki, hani Ağay Trump biləxərə bir taktiklə, bir texniklə İranı təslim elətdirəcək, İran təslim olacaq, İran filan deyir. Mən ona inanmıram. Və heç ümidim də yoxdur Ağay Trump bir iş görə bilər. Yəni İrana dər həqiqət ehtimalı həmlə vardı. Bəli, bəli. Hətta bu bilirsiniz ki, bu Housiler məsələsində dünən axşamdan bu qərar oldu ki, o Housiler həmlə olunmasın və Housiler də Amerikanın gəmilərini zadı vurmasınlar. Amma bugün yəni, bugün bir iki saatından qabaqdan Housilerin içində çox belə əhəmiyyətli mərkəzlərinə İsrail həmlə edir. İsrail bir söz dedi. Dedi, mənim Housilər tərəfindən hər hangi atılan bir muşəki Housilərdən deyildi, mən Tehrandan görəcəm. Mən onu belə təfsir edirəm ki, bu muşək Tehrandan mənə atılıb. Buna cavab verəcəm. Odur ki, hər ləhsə gəng də ola bilər və zaten bazarda bunu göstərir. Amerikanın da duvara bir dənə fantomu düşdü. Bəli, söhbət edirlər ki, düşdü filan Məhmud. Bir də bir şey, bugünkü söhbətdən təsvən ona baxmadıq. Yer vaxtımız da olmadı. Pakistan, Hindistanın davası. O da inşallah şənbədə, yekşənbədə bir dənə proqram qoyarıq. Qətən bu hafta danışarıq. Bu da çox əhəmiyyətli bir məsələdir. Boş. Ya sabahda zatda Hasan buyursuz xidmət. Teşekkür ederim. Görüşürüz. Çox sağ olun, ay düşdür. Hər halda çox gözəl mövzulara işarə elədiniz. Sizə minnətdaram, əziz, hörmətli izləyənlər. Əvvəldə də ərz elədim, Yol TV-dən və Haray Radiosundan siz bizi YouTube-da izləyə bilərsiniz. Haray TV 24 saatı canlı yayımı olur və canlı yayımında da bizim proqramlara baxa bilərsiniz. Sizə Allaha tapşırıram. Gələn görüşlərə qədər Allah amanında. Sağ olun, şad qalın. Lütfən bizi izləyin. Dostlarınıza bizim linklərimizi göndərin. Ta eləyə bilsin, çoxlu insanlar bizi izləyə bilsin. Sağ olun, şad qalın. Sağ olmayın. Siz de sağ olun.